Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən interchange haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının birdən qüvvəyə minəcək qərarın yaxın 3 gün ərzində hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb. Xəbər zolağı AZ bildirir ki, tanınmış bank eksperti Emin Kərimov xəbər zolağı AZ açıqlamasında bildirib ki, burada əsas məsələ ödəniş sistemi iştirakçıları arasında xidmət haqqı tariflərinin tənzimlənməsidir, yəni maksimal həddinin yuxarı həddinin müəyyən edilərək təsdiqlənməsi üçündür. Müxtəlif əməliyyatlar üzrə, məsələn, yanacaq doldurma, ümumi alış-veriş, taksit ödənişləri və bu xidmətləri göstərən kart istifadəçiləri və xidməti göstərən tərəflər arasında komissiyalar olur. Bu komissiyaların tənzimlənməsi kartlardan istifadəni, yəni həmin xidmətlərdən istifadəni motivasiya etmiş olur.